Alo, Ha, salam aleyküm. aleyküm selam. Bu üzr istəyirəm, Vasif müəllimdir. Bəli, bəli. Vasif müəllim, sizi bu təhsil idarəsindən narahat edirik. Üzr istəyirəm, Sevinç xanımın yoldaşısınız da, eləmi? Bəli, bəli. Sabahları imtahan verməlidir Sevinç xanım. Ümumiyyətlə imtahanın vaxtı müəyyənləşdi bizdə. Sabahları 5-6 radələrində Bakı şəhərində olmalısınız. Çünki imtahan artıq bir gündür. Ondan sonra da yəni imtahanlar keçirilməyəcək. Sabah yaddan çıxıb sizə əvvəldən məlumat vermək, daha doğrusu bu son nəticələr belə oldu. Siz indi hardasınız? Bakıdasınız? Mən üzülür oyundayım. Bir dəqiqə mən Simuzər xanıma verim, o dəqiq sizə məlumat versin bir dəqiqə. Aha. Simuzər xanım bir də məlumatı verin, zəhmət olmasa. Alo, Bəli, bəli. sabahınız xeyir olsun Vasif müəllim. Sabahınız xeyir, sabahınız xeyir. Neydəsiniz? Sağ olun, çox sağ olun. Başa dönüm sabahları elə bir saat 5-də artıq sənədlər doldurulur, 6-da imtahana girirlər. Eləmə də, ay qızım, eləmə sənədlər çəkildi hamısı. Siz gələ bilirsiniz sabahları. Mən söz deyim, bu Sevinç xanım hansı imtahana girməlidir? Mən axı bu imtahanda attestasiyadan bağlıyım, bu da kəsilənlər. Bəli. O üzürlü səbəbdən qoşula bilməyənlər, kəsilənlər sabahları sonuncu dəfə imtahan keçirilir. Bu həll edici imtahandır. Burada mütləq iştirak etməlisiniz, siz də o da. Yox, axı bu iki almıyor, bax, iki alanlar sırasında deyil. Yox, biz indi baxırıq siyahıda burada olmalıdır da müəllim. Mən o qədər adama zəng eləməliyəm. İnanın ki, hər adamla mən bu qədər danışsam, mən çatdıra bilməyəcəm bu şeyi eləməyi. Xanım, o sonra söz bax, biz bu iki alanlar Yox, məktəb direktoru mən bilirəm, məlumatım var. Siz musiqi məktəbi direktorusunuz Vasif müəllim. Biz sizinlə Xanım da mənim yoldaşımdır. Bəli, biz sizinlə koridorda görüşdük, danışdıq. Koridorda görüşdük, danışdıq. Siz mənim yadınıza salmaz. O Telli xanım, Çolkalı. Çəkili xanım, mən sizə dedim, mənim də oğlumu istəyirəm musiqi məktəbinə getsin. Siz dediniz tara yaxşı qoyun falan. Hansı alət məsləhət gör. İndi deyirəm ki, vaxt azdır. Başa dönüm. Mən özüm də Mən yenə də sizlə əlaqə saxlayıram. Sabah bizim qapıda xeyir iş var. yox, sizin nə işiniz var ki, Vasif? Bundan vacib nə işiniz ola bilər ki? İmtahandır. İmtahandır. Xeyir işi var. Ya evləndiniz, boy Allah xoşbəxt eləsin. Lap buradan çıxıb gedərik də biz də. Mən qaynım da zurna ifa edir, qara zurna. Davul, zü tutur o şeydə. Gedirik, üçlük gedirik, gəlin getdik. Onlar da götürərik, gedərik. Amma bu imtahanda Sevinç xanım iştirak etməlidir. Aha. Ha, ona görə siz indidən çıxın gəlin ki, səhər birdən yolda bir şey olar, təkər partlayacaq, problem olar. Başa dönün. Bizim sabah qapımızda xeyir iş var. Bu bir. İkinci, Yox, Sevinç xanım. yox, daha onda özünüz bilin. Sonra bizi günahkar bilməyin. Bax sonra Sevinç xanım özü mənə telefonda dedi ki, xahiş edirəm. Az eləmədi, azəmiz gəlin qalasan, eləmədi ha. Bu düşürək çəkiliş gedir. Bunu nə gelin də işdən. Mani olur. Alo. Bəli, işte. Vasif mən çox üzr istəyirəm. Öz aqressiyamı cilovlaya bilmədim, əsəblərimi. Çox üzr istəyirəm sizdən dölə. Aha. Vaxt da qurtarırıq. Hə, vaxt ayrılıbdı. Hər imtahana gələn adamdan mən elə bir 20 saniyə ən azı məlumat vermək üçün vaxtım var. Sizlə də baxıram ki, biz 3 dəqiqədən artıq danışırıq. Aha. Sevinç xanımımız hər götürün gəlin. Biz də nə deyəcəkdim? Mən bu qaynım zurna təsirini yarım çıxarıbdır. Siz ona köməklik edə bilərsinizmi? Zü tutur hələ ki. Mən də deyirəm bir mahnı zad da öyrən də. Dəyənə tutsun, örgələcək. Hə. Yolunda çalacaq. Siz sabahları gəlirsiniz. Yox, bizim sabaha vaxtımız yoxdur. Mən eşitdiyimə görə sizin Yorumlar iki inşallah. övladınız birdən hərbi xidmətdən qayıdıb, eləmi? Və bununla bağlı da siz qapıda yığıncaq edirsiniz. Hal-hazırda canlı yayımdasınız. Bu kürəkəniniz bəli, Füzuli bəy, Füzuli idi adı. Tehran olar. Kirvəniz? Bilmirəm, axır ki adı qeydiyyatda belə keçmişdi. O özü dedi bizə. Harada qonaqlıq? Rayonda. Hansı rayonda? Füzuli. Füzuliyə gələcəyik. Füzuliyə gələcək. Bu bir zarafatdır. Sabah imtahan zad yoxdur, zarafat elirdi sizlə. Bu bir zarafat idi. Təxmin elədim. Bu nəydi? Səhətdən adı fikirləşirəm, tapa bilmirəm. Adım Elgündür. TikTok'da görüşək. Təşəkkür edirik sizə. Sevinç xanıma sağ olun. Tehran bəy, hələ Tehran bəy. Ay bala, Tehran sifariş vermişdi. Tehran. Sağ olun, təşəkkür Sağ edirik. olun, sağ olun. Bizə ayrılan vaxt yekunlaşır dostlar. Bu zarafatımızı elədik. Sizə xoş istirahətlər. Təsəvvür edirsiniz, sabah qapılarında əskər qarşılayırlar falan. Biz deyirik, durun gəlin imtahana. Biz görüşəcəyik gələn həftə birdə. Həftənin bazar ertəsi bizi dinləməyi unutmayın. Bay bay. Özünüzə yaxşı baxın, hələlik. Bay bay.